Xoş gördük, hörmətli tamaşaçılar, bizim mövqe veriliş efirdədir. İran rejimi İraqda yerləşən Kürd qruplaşmalarına qarşı hərbi zərbələr endirir. Artıq neçə gündür ki, bu hərbi zərbələrin şahidi oluruq. Ərbildə, Süleymanidə və digər bölgələrə raket və dron zərbələri endirir. Və bunu silahlandırılan Kürd qruplaşmalarının İrana müdaxiləsinin qarşısı almaq kontekstində izah olunur. Hər halda Əraqçının son müsahibəsində bu cür izah olundu. Hətta Türkiyənin bu məsələdə İrana dəstək verdiyi fikri də gündəmə gətirildi. Belə bir təəssürat yaranır ki, güya rejim Güney Azərbaycanlıları Kürd terror qruplaşmalarından qoruyur. Yəni Qərbi Azərbaycanın ərazisinə düşür həmin bölgə və güya Kürd terrorçuları Urmiyə hücum edə bilərlər və bunun qarşısı alınır. Yəni belə bir təəssürat da yaranır. Təbii ki, bütün bunlar var tərkibində. Amma bu incələmək lazımdır bu məsələdə. Bu məsələnin detalları lazımdır ki, bunu da bugün hərbi ekspertimiz Ədalət bəy Verdiyevlə danışacağıq. Ədalət bəy, xoş gördük sizi. Xoş gördük Şöhrət. Ədalət bəy, birincisi İraqa hərbi zərbələrin məqsədi və effektivliyini istəyərdim bir hərbiçi kimi, hərbi ekspert kimi əvvəlcə bunu aydınlaşdıraq. Zərbələr dəfələrlə endirilib, xüsusilə də son bir həftə ərzində bir neçə dəfə İraq ərazisinə İran tərəfindən zərbələr endirilib. Amma bu daha çox son zərbə Ərbil hava limanının ətrafına, yəni Ərbil aeroportunun ətrafına. Qalan günlərdə isə bunu daha çox İraq ərazisində belə deyək, kifayət qədər təşkilatlanmış və İraqa sızması ehtimalı olan qruplaşmalara, İran tərəfi onu Kürd qruplaşmaları adlandırır. Türkiyə mediasında bu daha çox PKK və onun qolları olan PYD, PJAK və digərlərinə qarşı endirildiyi barədə məlumatlar mövcuddur. Amma hər bir halda ilk dəfə olaraq biz İran rəsmilərinin, yəni İran Xarici İşlər Nazirliyinin dilindən bu proseslərdə Türkiyənin böyük dəstəyi olduğuna dair bir bəyanata rast gəldik. Zərbələrin effektivliyi barədə rəsmi məlumat olmasa da, ən azından bugün PKK və ona aid olan qruplaşmaların İran ərazisinə daxil olması barədə heç bir məlumat mövcud deyil. Halbuki İranın öz ərazisində etirazlarla bağlı bir neçə video materiala rast gəlirik. Düşünürəm ki, İran ən azından Türkiyənin vasitəsilə də olsa, daxili belə deyək, qarşı durmanın, buna vətəndaş müharibəsi də geniş miqyasda deyə bilərik, qarşısını hələlik almağa nail oldu və diqqət edin, görün Türkiyənin rolu nə qədər böyük olub ki bu prosesdə. İran bunu dilə gətirməyə başlayıb. Halbuki biz əvvəlki proseslərdə, yəni söhbət bir neçə il öncə PKK hələ silahı qoymamışdan, yerə qoymamışdan əvvəl Suriyada, İraqda, İraqın şimalında yəni, kifayət qədər çox sayda Türkiyə əməliyyatlar keçirirdi və biz bəzən İran tərəfindən, xüsusilə də İran hərbi qurumları tərəfindən PKK və onun yandaş qruplaşmalarına kifayət qədər ciddi dəstək verildiyinin şahidi idik. Yəni proseslər tamamilə bir-birinin tam əksidir. Vaxtilə PKK Türkiyəyə qarşı savaşanda İraq buna dəstək verirdi. İndi Türkiyə tərəfindən sıxışdırılan PKK İran ərazisində eyni fəaliyyətləri İrana qarşı həyata keçirmək istəyəndə Türkiyə bunun qarşısını almaq üçün addımlar atır. Ona görə də bu zərbələrin effektivliyindən daha çox biz Türkiyənin fəaliyyətinin effektivliyindən danışmalıyıq.
Elə Türkiyə o məsələyə gələcəkdir Mədəd bəy. Yəni Türkiyənin bu məsələdəki mövqeyi və tutduğu tavrı izah eləyəcəksiniz. Amma bir məqama da toxunaq bu yadınızdan çıxmamış, yəni mövzudan uzaqlaşmamış. İranın dediyiniz kimi mən də bu studiyada dəfələrlə bununla bağlı veriliş eləmişəm. İranın PKK-na, Kürd silahlı qruplaşmalarına verdiyi ciddi dəstək. Hətta yadınızdadırsa Türkiyənin Daxili Naziri Daxili İşlər Naziri səviyyəsində bu bildirdi ki, biz bilirik Qərbi Azərbaycanın hansı bölgəsində yerləşirlər, hansı kənddədirlər, nə işlə məşğul, o səviyyədədir, yəni bu ifşa olundu. Necə fikirlərsiniz? Bəs birdən-birə həmin qruplaşmalarla İran arasında sizin fikrincə əlaqələr birdən-birə kəsildi və əks cəbhəyə keçdi bu qruplar. Yəni sizin fikrincə bu əlaqələr doğrudan mı kəsilib, yoxsa orada tamam başqa bir oyun da oynanılır? Bəzi məqamlar var, qaranlıq gəlir adama. Bax bu məsələni istəyərdim biraz danışasınız. Bilirsiniz Necəbi, PKK-ya bəzi vədlər verilmişdi. Yəni Türkiyə ilə digər qonşu ölkələrin, yəni əsasən də İraqın cənubu və Suriyadan başlamaqla dənizə qədər çıxışı olan bir ərazilər vəd edilmişdi. Və PKK da hesab edirdi ki, İran ərazisindənsə ABŞ-ın məsləhəti ilə, o vaxtki yəni hakimiyyətin məsləhəti ilə bunlar həm dənizə çıxış əldə edəcəklər, həm də İrandansa daha rahat, daha geniş, daha uyğun və PKK-nın da daim prioritet ərazilərindən olan bir böyük bir coğrafiya nəzarət imkanları əldə edəcəklər. Buna görə də daha çox İran əvəzindənsə Türkiyə sərhədlərində yerləşmək onlara məsləhət görülmüşdü. Onlar da bilirsiniz, biriləri tərəfindən idarə olunur. Müharibənin ilk günlərində yadınızdadırmı? Trump belə bir açıqlama verdi ki, bizim Kürdlərə göndərdiyimiz silahlar onlara çatmadı. Bax, Türkiyənin rolu onda başlamışdı hələ. Sadəcə onun adı çəkilməli. Amma indi məcbur qalıb adını çəkdilər. Türkiyənin rolu sadəcə PKK və onun məhdudlaşdırılması məsələ deyil. Türkiyənin prioritetləri tam fərqlidir və o prioritetlər dəyişmədiyinə görə bugün Türkiyə öz dəstəyini başqa ölkə olsaydı ona da verəcəkdi. Yəni söhbət İrandan getmir burada. Burada regional təhlükəsizlik arxitekturasının qorunmasından gedir. Digər tərəfdən isə vaxtilə PKK İrandan dəstək alıb Türkiyəyə qarşı savaşmaq onun üçün daha uyğun idi. İndi isə İranın özünə qarşı bu fəaliyyətlər başlayıb. Çünki Türkiyəyə qarşı bu plan alınmadı. Yəni oradakı PKK silahlıları özlərinə belə deyək, bir sığınacaq, bir yeni yurt, yuva qura bilmədilər. Türkiyə buna imkan vermədi. Ardıca da bilirsiniz, Türkiyədə Öcalanın müraciəti, silahın yerə qoyulması, PKK terrorçuların təslim olması, indi bir terrorsuz bir Türkiyə layihəsi var. O layihə uğurla həyata keçir. İndi bunlar baxırlar ki, dönəmə qədər İranla bir yerdə hərəkət edirdilər. Çünki ortada bir Türkiyə faktoru var idi. Yəni bunlara da ərazi Türkiyədə söz verilmişdi. Ona görə İran onlarla yumşaq davranırdı. İndi isə bir məsəl var da, deyir məni vurmayan ilan 1000 il yaşasın. Bax, İranın yanaşması bu idi. İranla Türkiyənin də fərqi bundadır. Yəni, eyni terror təşkilatını dünənə qədər bəsləyən və yaxud ona dəstəkləyən İran, bugün həmin o ilanın zəhərini həzm etməkdə çətinlik çəkir. Həmin proseslərdə Türkiyənin köməyi olmadan bu qarmaşıq, çox qarışıq bir vəziyyətdən çıxa bilmir. Nə deməkdir? Niyə Türkiyə özü PKK problemini həll etdiysə, niyə bu məsələyə təkrar qayıtsın? Bu vəsait tələb edir, resurs tələb edə bilər, hətta şəhid tələb edə bilər, savaş tələb edə bilər. Əslində bu məsələ prinsip etibarilə ciddi bir məsələdir. Çünki
Bizim Güney Azərbaycanın, Qərbi Azərbaycan bölgəsi bu istiqamətdədir, İraqla sərhəddə və orada daha çox Kürdlər yaşayır. İraq istiqamətində Kürd peşmergenləri oradadır. O cümlədən fərqli Kürd terror qruplaşmaları da artıq ora cəlb olunub, belə başa düşülür və bunların Qərbi Azərbaycana ciddi təhlükəsi ola bilər. Və bu təhlükənin qarşısının alınmasında İranın maraqları Amerika Birləşmiş Ştatları ilə savaş kontekstindədir, amma yerli əhalinin qorunması kontekstində deyil. Ədalət müəllim geri qayıtdı. Ədalət müəllimlə bu məsələni soruşacağam. Ədalət müəllim, buyurun, fikrinizi qurtarın. Mən indi danışdığım sual verəcəm. Türkiyənin yanaşması belədir ki, artıq Türkiyə həm İraqın şimalında, həm də Suriya ilə sərhəd boyunca kifayət qədər böyük ərazilərdə nəzarəti bərpa edib və bunu nəticəsində həmin ərazilərdə hərbi bazalarda yerləşdirib və bu bazaların yerləşdirilməsi də həm Suriya, həm də İraq rəhbərliyi ilə razılaşdırılıb. İndi əldə olan bu imkanlardan yararlanan Türkiyə həmin ərazidə, həmin coğrafiyada baş verən proseslərə çox ciddi təsir imkanları əldə edib və məhz bu təsir imkanları hesabına İranı bu bəladan Türkiyə xilas edib. Yəni, həmin o PKK, PJAK, PYD, YPG, adı nə olursa olsun, hamısı bir yerə bağlı idi zaten. Onların İran ərazisinə sızmasına dair əldə etdiyi məlumatlarla İran hakimiyyətini, İranın indi göründüyü kimi Xarici İşlər Nazirliyi səviyyəsində bu həll olub. Türkiyənin də Xarici İşlər Nazirliyi əvvəl kəşfiyyat orqanının rəhbəri olduğundan bu prosesləri çox gözəl bilir. Kim harada nə iş görür, nə iş görə bilər və məqsəd nədir, hardan bu qaynaqlanır, hardan maliyyələşir. Bu proseslərdən tamamilə xəbərdar olan Türkiyə hakimiyyəti İranı, belə deyək, vaxtında ayılda bildi. Və bugünkü günə olan məlumat budur ki, bu təhlükə tam sovuşmayıb. Çünki İranın içində də fərqli qruplar var, fərqli terror təşkilatının üzvləri olan var. Çünki Həmas, Hizbullah, Sepah, bu dəqiqə İranda bir çox qüvvələr var ki, heç də seçilmiş hakimiyyətlə, yəni Pezeşkiyan, Arakçı, Qalibov komandası ilə, yəni o mülayim, yumuşaq, diplomatik yola üstünlük verən seçilmiş hakimiyyətlə eyni fikirdə deyirlər. Zaman zaman Sepahın qəzetlərində 90 milyonluq İran xalqı tərəfindən seçilmiş ölkə prezidenti sərt bir şəkildə tənqid olunur ki, siz niyə Trumpla anlaşma memorandumu imzaladınız? İndi sual oluna bilər. Yaxşı, imzalamadılar. Sepah da biləkdən bu anlaşma memorandumunu pozdu. Yəni, Hörmüz boğazında ateş açmaqla ABŞ-ın bu memorandumdan geri çəkilməsinə şərait yaratdı və ABŞ da bugün artıq İran çox da xahiş edəsə danışıqlara qayıtmır. Niyə qayıtmır? Çünki bilir ki, Sepah yenə də danışıqları pozacaq. Ona görə də İranı elə bir vəziyyətə gətirəcəklər ki, bu təxminən bir ay müddətində baş verəcək. Bunu buradan deyim, qalsın. Baş verəndə çıxarıq təkrar efirə, onu müzakirə edərik. Bax, bir ay müddətini buradan deyim. Çünki İran bu tempə, bu baskıya tab gətirə bilməz. Bir gündə 17 şəhərə onun 13-ü təsdiqlənmiş. İkisi adadır, 11-i şəhərdir, 4-ü də təsdiqlənməmiş şəhər. Yəni toplam 17 şəhər və adaya eyni gündə, eyni gecədə və hər birinə bir neçə raket zərbəsi endirilir. Buna cavab reaksiyası var, uyum var. Amma hara var? İordaniya daha çox indi hədəf alınır. Bir neçə dəfə də daha əvvəl dedim, İraqla sərhəddəki bölgələrə. İran buna uzun müddət tab gətirməyəcək. Bir aydan sonra bu daha əvvəlki anlaşma memorandumu üçün Sepah yalvaracaq. Və hansı səviyyədə bilmirəm. Müçtəbanın adından, yoxsa öz adlarından və s. Amma bu faktdır ki, İran çox yaxşı bir anlaşma əldə etmişdi.
kifayət qədər İran xalqı üçün yumuşaq bir hal idi. Nüvə proqramından imtina edirdilər. Proksi qüvvələrin maliyyələşməsini kəsirdilər, Hörmüzü açırdılar və dondurulmuş aktivlər və s. biraz yumuşaldılırdı, hissə buraxılırdı. Amerikanın da köməyi filanı və s. və ilə. Amma indi bunun heç biri yoxdur. Bayaqdan İranla tərəf kimi danışılırdı. Yəni, bərabər olmasa da bir tərəfdir, danışıq tərəf kimi. İndi isə İranla başqa cür danışılacaq, kapitulyant tərəf kimi danışılacaq. Yəni, mənim gördüyüm bunlar. Əlbəttə, bir məqama toxunaq bu məsələdə. Yəni, bugün təqdim olunan kimi İraqda, İranla sərhəddə İrana problem yaradacaq və yaxud da ki, Amerikalıların dediyi kimi quru əməliyyatları keçiriləcəyi təqdirdə İrana müdaxilə edəcək Kürd qruplaşmalarının bir gücü varmı? Yoxsa şişirdilmiş bir rəqəmlərdir, şişirdilmiş fikirlərdir? Yox, əlbəttə ki, silahlı qüvvə varsa, onu güc hesab eləmək olar. Amma bu güc tək başına İranda nəyisə dəyişəcəyi hələlik real görünmür. Səbəb bundan ibarətdir ki, İranın quru qoşunları hələ döyüş əməliyyatlarına cəlb edilməyib və onların itkiləri də çox deyil. Bəsis vurulub, sepah vurulub, amma quru qoşunlarının hələ potensialı yerində. Təbii ki, tam həcmdə deyil, vurulublar. Amma məsələn, dəniz qüvvələri ilə, hava hücumundan müdafiə qoşunları ilə müqayisədə quru qoşunların itkiləri dəfələrlə azdır. Yəni, quru əməliyyatları İran ərazisində hələ ki, belə deyək, PKK, PYD və onların qollarının qələbəsi ilə nəticələnə bilməz. Amma ABŞ-ın özünün quru əməliyyatları bizim klassik mənada anladığımız, yəni qoşun yeridilir, dənizdən və yaxud da qurudan qoşun yeridilir, ərazidə 50 minlik, 100 minlik bir qruplaşma yaradılır, əsas zərbə istiqaməti seçilir, quru qoşunları havadan, artilleriyadan, gəmilərdən aldığı dəstəklə irəliləyir, zirehli texnikalarla, artilleriya qoşunları hamısı iştirak edir. Belə bir müharibə gözləmirəm. Artıq bunu həyata keçirməkdən ötürü də ABŞ zəruri olan qoşunları əraziyə toplamayıb. Yəni, bunu hədəf kimi görmürük ki, ABŞ buna hazırlaşır. Bunu deyə bilmirik ki, ABŞ quru əməliyyatlarına hazırlaşır. Amma məhdud miqyaslı quru əməliyyatları, bəli, bu ola bilər. Məhdud miqyaslı dedikdə nəyi nəzərdə tutulur? İlk növbədə İranın neft ixracında iştirak edən bu əsas Xark adasından həyata keçirilir. Bax, həmin adaya qoşun yeridilə bilər. Nə zaman yeridilə bilər sualı ortaya çıxır. O zaman mümkün olacaq ki, İranın Xark adasını atəşə tuta biləcək, yəni yaxınlıqda yerləşən potensialı sıradan çıxarılacaq və yaxud da onun böyük hissəsi sıradan çıxarılacaq ki, Xark adasında yerləşən qoşunun təhlükəsizliyi təmin edilsin. Və bu yalnız təhlükəsizlik deyədikdə qurudan və ya dənizdən deyil, həm də havadan qorumaq lazımdır o qoşunları. Bax, hava hücumundan müdafiə vasitələri ora necə endiriləcək? Bax, bu mümkün olmayan bir şey yoxdur, hər şey mümkündür. Amma bu kifayət qədər riskli və zaman tələb edən bir məsələdir. Amma ola bilsin ki, çox kiçik bir qruplarla o adadakı qüvvələri zərərsizləşdirəndən sonra ola bilsin ki, həmin adada o neft ventilləri var da, gəmilərə dondurulması, o nə deyirlər? Azərbaycanca da unuttum sözü. Terminallar var. Hə, kranları deyək də, neft terminallarındakı o kranların açılıb bağlanmasına nəzarət prosesini həyata keçirilmək üçün ola bilər ki, məhdud sayda, az bir miqdarda qoşun yeritsinlər. Bunu istisna eləmirlər. Amma gəldi ki, ümumilikdə quru əməliyyatlarına ABŞ bir dəfə quru əməliyyatı keçirdi İran ərazisində. O pilotlar, F-15 pilotları İran ərazisinə düşmüşdü vurulduqdan sonra. Onların xilas edilməsi üçün 2 gün ərzində ABŞ əskərləri gəldilər, axtardılar, pilotları tapdılar, götürdülər. Çıxanda da
artıq olan helikopteri və s. də partlatdılar ki, yəqin ya artıq idi, ya İranın əlinə keçməsini istəmədilər. Fərq eləmir. Yəni iz qoydular ki, biz burada olduq və getdik. Söhbət bu idi. Əzət bəy, İran bu quru əməliyyatında 2 gün bilirdilər, ərazilərində Amerikalılar var, təyyarənin düşdüyü yerdə təxmini olaraq məlum olmalıydı İran tərəfindən, amma görürsünüz, heç nə edə bilmədilər. Yəni, İran 1 milyon qoşunumuz var, 1 milyon da ehtiyatdan çağırırıq və s. İranın hər yeri qoşundur, amma Amerikalı gəlir orada nə istəyirsə edir və çıxır gedir. İranın o qədər qoşunu var, amma təyyarələr səmasında yanacaq oldu. Yəni, belə bir İranın problemlə, təhlükəsizlik problemi var. Bir məsələyə də toxunaq. Belə başa düşdüm və təqribən elə də var idi ki, yəni İraq ərazisindəki Kürd qruplaşmaları İran dövlətinə real təhlükə deyil hələ. Amma Qərbi Azərbaycan bölgəsi üçün təhlükə saymaq olarmı bunu? Onların Urmiyada gözü var, belə deyək. O əraziləri öz əraziləri hesab eləməyə çalışırlar. Və bu məsələdə Türkiyənin mövqeyi necədir? Yəni bu mövqe sərgilənibmi? Buyurun. Bilirsiniz, yurtsuz, yuvasız bir terror qruplaşmasıdır. Kim harda nə söz verirsə, biraz vəsait, biraz nə bilim silah, biraz və onlar gedib özlərinə bir nə bilim ərazi işğal etmək istəyirlər, ərazi qopartmaq istəyirlər. Bu Türkiyə variantında alınmadı. İraq ərazisində olanlar da baskı altındadır. Yəni həm İran vurur, həm də Türkiyənin burada bir böyük rolu var. Bunu İran dilə gətirirsə, deməli İran tək başına bunu bacarmazdı. Ən azından buna görə təşəkkür eləməlidirlər. Və raket atmalı deyirlər, ən azından Türkiyə və yaxud da Azərbaycan. İndi qaldı ki, Cənubi Azərbaycanlılarımıza oradan mən düşünmürəm ki, PKK gedəcək, Urmiya ətrafında bir torpaqlar işğal edəcək və oradakı Azərbaycanlılar da bunu kənardan müşahidə edəcək və yaxud da biriləri tapılacaq ki, buna alqışlasınlar. Onların həmin əraziyə gedib çıxması çox böyük daxili toqquşmalara gətirib çıxarar. Bəlkə də İranın sonunu gətirəcək addım bu ola bilər. Çünki orada tək Kürdlər deyil ki, İranda yaşayan. Orada Azərbaycanlılar var, Ərəblər var, Türkmənlər var, Afqanlar var, Bəluclar var və s. və ilaxır. O zaman hər biri özünə aid bir əraziləri qorumaqmı, nəzarətinə götürməkmi və s. bu daxili sistemin çökməsinə gətirib çıxara bilər. Amma onu da deyim ki, Trump'ın da ilkin planı bu idi zaten. Bu ən çox İsrail səsləndirirdi bunu. Yəni rejim dəyişəcək, yeni bir İran qurulacaq və s. Amma yadınıza salın, etirazların o pik günlərində Trump'ın bir bəyanatı oldu. Kömək gəlir. Elə bir söz var idi. Yəni biz düzdür, bəzən deyirik ki, Trump tez-tez bəyanatların dəyişir və s. Xeyr. Olur ki, zaman baxımından biz gözləyirik ki, yəqin bir həftəyə xəbər çıxar, bu xəbər çıxır bir aya. Amma qoşun daşınması, silah göndərilməsi, onun çatdırılması, təhvil verilməsi, bunlar kifayət qədər zaman tələb edən proseslərdir. Bu bir gün, 2 günlə olmur. Həm də nəzərə alsaq ki, məsafədə tutaq ki, söhbət gedir Amerikadan da 18.000 kilometr, yoxsa 15.000 kilometr fərq eləmir. Baxır hardan gəlir. İndi bəs o məsafəni qət etməlidir, axı bu gəmi ilə gəlir. Gəmi təyyarə deyil, təyyarə göydə 4 dəfə yanacaq doldurur, İrana gəlib çatmaqdan. 4 dəfə. 5-ciyi də İranın ərazisində doldurulur. İndi belə olan halda təbii ki, proseslərdə ləngimə olacaq. Amma İranın bölünməsi hazırda Türkiyənin qətiyyən gündəmində deyil. Çünki İranla pis və ya yaxşı formada Türkiyə bir dil tapa bilir. Ortaq məxrəcə gələ bilir. Xüsusilə son açıqlamalardan sonra artıq İranda anladılar ki, türklər olmasa bugün İran rejimi qala bilməzdi. İran bəlkə də dövlət olaraq qalmaz.
Yəni o qədər vəziyyət gərgin. Türkiyə yeni bir PKK və yaxud da ona qarşı olan Amerika tərəfindən idarə olunan, bax bunun da altını cizirəm, İsraillə yaxşı münasibətlərə malik olan bir dövlətin öz sərhədində qurulmasını hazırda istəmir. Bu bir mənalı. Digər tərəfdən isə belə bir, siz deyən kimi, dövlətin qurulması həm də Cənubi Azərbaycandan torpaq qoparmaqla bunun həyata keçirilməsi Türkiyə üçün ümumiyyətlə qəbul edilməzdir. Ona görə də belə bir senarini mən hələlik mümkün saymıram. Hə, arzu ola bilir, plan ola bilir və s. O qədər planlar olub ki, heç bir həyata keçmir. İndi başqa bir məsələ isə, axı son 100 ilə qədər Qacarlar, Qonlular, Səfəvilər, Qaraqonlular, bir Afşarlar və s. və ilaxır kimi Səfəvilər tərəfindən idarə olunan bir İran, adı nə olursa olsun, coğrafi baxımdan idarə edən bu dövləti kim olub? Türklər. Türkiyə böyük bir, yaxın 100 ilə qədər böyük bir Türk dövləti olan İran coğrafiyasının parçalanmasını istəyərmi? İstəməz. Xüsusilə də İranda hazırda prezident olaraq seçilmiş hakimiyyətdə Türkdür. Və onun həm Azərbaycan, həm Türkiyə ilə çox yaxşı münasibətləri var. Hə, ola bilir. Hamı deyəcək ki, İranın ali dini lideri var, və s. Onların idarə etməsi, bir qədər bu proseslərə mənfi təsir göstərir. Amma ən çox da ziyanı İranın özünə vurur, o da var. Qərarları Pezeshkian və onun komandası qəbul etmiş olsaydı və bunu Türkiyə ilə sinxron şəkildə, razılaşdırılmış bir şəkildə addımlar atsaydılar, bugün İranda müharibə olmayacaq. İranı sanki bilərəkdən İsrail və ABŞ maraqlarında Sepah müharibəyə sürüklədi. İranı bilərəkdən bəzi başı bağlı o dindar şəxslər, rəhbər şəxslər nüvə deyə İranı çıxılmaz bir vəziyyətə saldılar. Və getdikcə də bunu sanki bilərəkdən gəlizləşdirirlər. Baxın, memorandum imzalanmışdı, çox yaxşı bir İrana görə, yəni ABŞ-ın çox rahatlıqla getməyəcəyi bir şərtlər var idi. 3 dənə şərti dedim. Əsas onlardan imtina edirsə, qalanına ABŞ göz yumur. Belə bir memorandumu pozmaq Sepahın nəyinə lazım idi? Bu kimin marağına xidmət edirdi? Ancaq İsrail. Doğrudurmu? Evet. Çünki İsrail istəyirdi ki, müharibə dayanmasın, davam eləsin. Zaten indi İranı vurmasa da İsrail Qəza zolağında, istərsə də Livanda ateşlərini dayandırmayıb və bugün də bu ateş davam edir. Bugün geniş miqyaslı bir əməliyyat keçirdi İsrail. İran təzə müharibə başlayanda nə deyirdi? Livanda nə? Əməliyyatlar dayansın. Qəzada əməliyyatlar dayansın. İsrail geri çəkilsin. İndi bugün Qəza zolağının, Livanın adını İranda çəkən yoxdur. İran heç öz sərhədlərindən ABŞ gəmilərini geriyə itələyə bilmir. Bugün gecə baş verən o dedimi 17 şəhər və adiyə zərbələrdə Britaniyadan B-1 strateji bombardmançıları havaya qalxdılar, gəldilər İrana bombalar atdılar, getdilər. Sepah da, Təslim də bunu təsdiqlədi ki, bəli, B-1'lər iştirak edir. B-1'lər bugün gecə iştirak edib, dünən isə bəyanatlar səslənirdi İrandan ki, Britaniya bu müharibəyə qarışarsa, vurarıq, dağıdarıq, sökərik, yığmarıq. İndi baxaq görək, Britaniya, İran zərbə indirəcəkmi? Yoxsa yalnız qonşu müsəlman ölkələrdə kifayətlənəcək? Yunanistanda da var 10 dənə ABŞ bazası, Ermənistanda da bir şeylər var. Və oranın adını çəkən yoxdur İranda. Yunanistanda 10 dənə bazası var ABŞ.
və bir çoxlarda bunu nə ilə əsaslandırır? Yunanistan müharibədə iştirak eləmir. Qardaş, Oman müharibədə iştirak edirdimi? Omanda nə var ki, şahid? Amma vurdular. Və yaxud da turizm mərkəzləri müharibədə mi iştirak edirdi? Dubaydakı Birləşmiş Ərəb Əmirliklərində və s. bir neçə obyektlər, mülki obyektlər vurdu. Ticarət və turizm mərkəzləri. Onlar müharibədə iştirak edirmi? Yox. Amma Yunanistan ərazisində radarlar var və o İran coğrafiyasını izləyir. Faktiki olaraq bugün uçan B-1 strateji bombardımançıları Britaniyadan havaya qalxdı. Baxaq görək Britaniya ateş açacaqmı? Neçə dəfə onları hədələyib ki, vuracaq siz əgər iştirak edəsəniz. Yeni baş nazir gələn kimi qoşuldu bu prosesə. Yəni İranın bəyanatları ilə fəaliyyətləri arasında böyük bir fərq. Və getdikcə də bu halqa daralacaq. Siz bayaq onu yaxşı dediniz ki, bu bir ay müddətində bu məsələni yekunlaşdıracaqlar. Davam edə bilməz sonuna qədər. Çünki bu silah-sursat istehsal edən müəssisələr də vurulur axı. Evet. Təşəkkür edirəm Mədəd bəy. Minnətdaram, maraqlı müzakirə elədiniz.